İranda Müçtəba Xameneyinin yeni ali dini rəhbər seçilməsi müxtəlif suallar və müzakirələr doğurub. Daha əvvəl mediada onun atası Əli Xameney ilə birgə öldürülməsi barədə əmrin verildiyi iddiaları yayılmışdı. Digər tərəfdən Əli Xameneyinin yeganə oğlu Müçtəba deyil. Başqa 3 oğlu Məsud, Mustafa və Meysəm ölkənin dini, ideoloji, təhlükəsizlik və iqtisadi güc strukturlarında imtiyaza malikdir. Bu fonda sual yaranır. Tehran niyə məhz Müçtəbanı seçdi? Məsələni Today Press TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, İran İslam Respublikasında ali dini liderin seçimi təkcə bir ailənin məsələsi deyil. Bu qərar təhlükəsizlik strukturları, inqilab keşikçiləri və dini siyasi elit arasında formalaşan konsensusla bağlıdır. Onun sözlərinə görə, Müçtəba Xameneyinin uzun illər atasının yanında siyasi və dini təcrübə qazanması, eləcə də sistem daxilində etimad əldə etməsi onun lider kimi seçilməsinin mümkün edən əsas amillərdən biridir. Ekspert hesab edir ki, Müçtəbanın seçilməsi fərdi qurbanlıqdan daha çox sistem daxilində balansı qorumağa yönəlmiş strateji qərar kimi qiymətləndirilməlidir.